Sizin icazənizlə mən bugün ilk söhbətimdən sonra sözü Mikail müəllimə verəcəm, gecəni o aparacaq. Qonaqları təqdim edirəm sizə, yəqin ki, hamıya tanışdı. Xalqımızın görkəmli şairi Məmməd Araz. Flora xanım Kərimova. Sevimli dostumuz Mikail Mirzəyev. Respublikamızın əməkdar artisti Rasim Xalq artisti. Başda qalır. Bu günləri Ekologiya Cəmiyyətinin təşəbbüsü ilə qonaqlarımıza əziyyət vermişik. Bura yığılan vəsait Ekoloji Cəmiyyətin fonduna keçibdi. Biz əsas birinci məqsədimiz ondan ibarətdir ki, Məmməd Araz qədəmi, Məmməd Araz bərəkəti ilk bizim cəmiyyətin fonduna geçsin və Flora xanım da buna çox məmnuniyyətlə razı oldu. Hələ Flora xanım özü gəlməmişdən qabaq 400 manat bizim fonda pul keçirib. İndi, əziz yoldaşlar, mən sözü Mikail müəllimə verməmişdən əvvəl heç vaxt heç kəsin qarşısında əlməyən və sözünə əvvəlcədən deyən, hələ 15 il, 20 il bundan qabaq sözünü deyən böyük şairimiz Məmməd Arazın bir şeirini xatırlamaq istəyirəm. Hansından başlayayım bilmirəm. Buyruqlara sığışmayan inaddım, çox qanatlar yorub salan qanaddım. Ulduzlara barmaq silkib daş attım, nizamına baş əymədi nizamım. O silablar siləliyim yalanmış, ötən günlər çalağanmış, çalanmış, təksə gövrək xatirlər qalanmış. Onu da ki, Harım, Hasanım. Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim. Bu torpaqsız, harda, haçan nə dərdim, xəzanımdır, xəzanımdır, xəzanım. Dünənimi döşdən asan deyiləm, dünənimə qəbir qazan deyiləm. Ürəyimsiz kəlmə yazan deyiləm, nə qədər ki, öz əlimdir yazanım. Çox sağ olun, incə gecəni aparmaq üçün sevimli aktyorumuz Mikail müəllimə söz verirəm və inşallah hər şey yaxşı olur. Bir kətçi gəlir şəhərə, elə qatardan düşən kimi şəhərli dostu ilə görüşür, salamlaşırlar, şəhərli deyir gəl oynayaq. Kətçi deyir qadı oyalım, qatardan bu saat düşmüşəm, nə oynayaq?
Deyir bir oyun oynayaq da, domino oynayaq, nərd ataq, şahmat oynayaq, ancaq pulla oynayaq. Deyir başıma dönüm, sən gördüyün ağaclar kətdə kəsildi. Bir də mən elə oyunları bilmərəm. Deyir, sən necə kətçisən, bir şey bilmirsən. Deyir, başıma dönüm, mən ki, nağıldır, əfsanədir, sözdür, tapmacadır. Şəhəri deyir, gəl tapmacadan oynayaq. Kətçi deyir, tapmacadan da oynayarlar. Deyir, niyə oynamırlar, gəl tapmaca deyək, kim uduzdu 25 manat versin. Kətçinin ağlına batır, deyir, ancaq bir şərtlə, mən uduzsam 5 manat verim. Sən uduzda onu 25 manat verir, çünki sən şəhər adamsan, çox görüb götürmüsən, çox bilirsən. Şəhəri razılaşır, kətçi deyir, qoy əvvəlcə mən deyim, deyir, de. Kətçi deyir, o nədir ki, göyə qalxanda olur 3 ayaqlı, yerə düşəndə olur 2 ayaqlı. Şəhəri deyir, nətər, kətçi deyir, o nədir ki, göyə qalxanda olur 3 ayaqlı, yerə düşəndə olur 2 ayaqlı. Şəhəri habillah eləyir, tapmır. Deyir, qardaş, uduzdum. Gələ 25 manatı. Ancaq bağrım çatlayır, de görüm o əcaib qəraib quş nədir. Kətçi deyir, mən də bilmirəm, mən də uduzdum, gələ 5 manatı. Şəhərli bilmədi o əcaib qəraib quş nədir. Kətçi də bilmədi. Yəqin heç siz də bilmirsiniz. Onda məndən niyə soruşmursunuz deyim, sizdən onu açmasın. Mən də bilmirəm, mən də uduzdum. Elə uduzduğum üçün də Cəfər həkimin dediyi kimi bugünkü gecənin məsuliyyətini götürürəm boynuma və özümə böyük şərəf bilirəm bu günləri Böyük Məmməd Arazın gecəsində iştirak eləmək, tanrısal gözəlimiz olan Floranın görüşündə iştirak eləyək və dünyaya bir sığmazlıq bəxş eləyən Rasim Balayevin görüşündə iştirak eləmək. Burada, bu şəhərdə bir şair yaşar, tüstüsü topasız, tüstüsü zəif. Orada Məmməd Araz qəlbi odlanar, qılıncdan kəsərli, ipəkdən zərif. Doğub ürəkli ağıl, ağıllı ürək onu. İşli bugün itirsə, tapar gələcək onu. Onu bir damla kimi dənizə tullasalar, dalğalarla birləşib, dağ yıxan dərya olar. O kiminin gözündə alışır ocaq kimi, kiminin də gözünə sancılır bıçaq kimi. Onu bir ona qəfil daş atandan qoruyun, bir də qoltuqlar altında yaşadandan qoruyun, qoruyun. Bir taleyin oyununda cütlənmiş zərik, 100 il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik. Dünya mənim, dünya sənin, dünya heç kim. Çevrəsindən çıxsa əgər sevda fırfıran, bir ümidin ətəyindən tutub da fırran, eşidərsən pıçıldayır, yıxılan, duran, dünya mənim, dünya sənin, dünya heç kim. Bu getgəllər bazarına dəvədir dünya,
Bu ömürgün akışına həvəd dünya, əbədiyə qəhqəh çəkər, əbədi dünya, dünya mənim, dünya sənin, dünya. Heç kim, ayaq saxla, dövrənə bax, ötəri belə, min illərdir araz belə, həkəri belə, axşamların, səhərlərin təkəri belə, dünya mənim, dünya sənin, dünya. Heç kim. Gülünclərə gülünc gələn bu ada güldüm. Yüyənlə hərəl yetən bu ata güldüm. Mən özümlə oynadığım şahmata güldüm. Dünya mənim, dünya sənin, dünya. Heç kim. Ömür də tükənir, söz də tükənir. Başımın altından yastıq da qaçır. Əllər də uçuran, əllər tükəni, çölümdən yaz qaçır, yazdıq da qaçır. Dünya düzəlmir ki, düzəlmir baba. Kimdənsə tez durub kimin uşağı, İtinə daş atıb 500 il qabaq, kimin dəyirmanı kimdən aşağı, bunları yerində kim oturdacaq? Dünya düzəlmir ki, düzəlmir baba. Tərəfsiz tərəfdə düz oğlu düzlər, tərəfgir tərəfdə ölüm, qan, qada, çayını itirən xırda dənizlər boğulur, məhv olur göz qabağında. Dünya düzəlmir ki, düzəlmir baba. Kiminin dünəni qəbirsiz qalıb, kiminin kotanı dəmirsiz qalıb, körükçü babası kömürsüz qalıb, xəmrəsi, urvası xəmirsiz qalıb. Dünya düzəlmir ki, düzəlmir baba. Gedir yal davası, sümük davası, gedir burhavurla şəpik davası, gedir milyonçunun qəpik davası. Dünya düzəlmir ki, düzəlmir baba. Mənəm deyənlərə məni görünmür, əli tətikdələr özü hədəfdə, azmış ağılların çəni görünmür, itmiş, itirilmiş başlar kələfdə. Dünya düzəlmir ki, düzəlmir baba. Hələ bu dünyanın qeyri qalı çox, bilməm zəhəri çox, yoxsa balı çox. Çox verdim özümə bu sualı, çox. Ərzin nadanından ağsaqqalı çox. Bəs niyə bu dünya düzəlmir baba? Söz verdim, söz adlı dəfinə verə, tək bircə ömürsüz qərinə verə. Umdum nə verdi ki, küstüm nə verə, mən belə dünyanın nəyindən küsüm. Ömrünə hay salar, haydan utanmaz, saç yolu vay salar, vaydan utanmaz, günəşdən utanmaz, aydan utanmaz. Mən belə dünyanın nəyindən küsüm. Çaydır, dəhnəsində xırsız əjdaha, gecəsi salamat çıxmaz sabaha, iti bazarında atından baha. Mən belə dünyanın nəyindən küsüm. Bir gözü işıqdır, bir gözü buzdur, mehriban gəlindir, gülçöhrə qızdır, həlimdir, yumşaqdır, sərtdir, quduzdur. Mən belə dünyanın nəyindən küsüm.
Başının altına yastık koyanlar ayağı altına kumbara koydu. Nadanlar dünyanı kumara koydu. Ben belə dünyanın neyinden küsüm? Olsan öz baxtının köləsi belə, əri öz içində öləzi belə, ondan inciyənin beləsi belə. Mən belə dünyanın neyindən küsüm? Deyirlər bu dağın 5 milyon yaşı, bu çayın 3 milyon yaşı tamamdır. Geolog kardeşim, alim kardeşim, sıyır inadını mən inandır. Mən inandır ki 5 milyon ildir dağlar əyilmədən şax durur belə. Mən inandır ki 3 milyon ildir çaylar nəğməsini oxuyur belə. O dağ ətəyində, o çay yanında bir qoca yaşayır, 100 yaşı tamam. Onun ürəyində, onun qanında nə təltifə umu, nə paya tama. Bəlkə də bir qəfil salama möhtac. Bəlkə də bir kəlmə duzlu söz istər. O heç nə istəməz. Tək süfrə üstə palçıq daxmasının qapısını aç. Süz onu alnından çənəsinə dək. Qırış harflarını seyr elə bir-bir. Sanki bu nizamı pozmağa qəsdən ömür tərsinə bir dırmıq çəkilir. Ayaq pəncələri batmır torpağa, əyilib illərlə qış tabanında. 70 il, 80 il batıb torpağa, sazaq iliyində, qış tabanında. Gecə çoban olub, gündüz biçinci, növbə dəyişibdir çomaqla dəryaz, harda birinci idi, harda ikinci, fərqinə varmamış, fərqinə varmaz. Tək onu bilib ki, çöl də bir evdir. Torpaq, uşaq kimi, ələ baxandır, özünü ata da, itə də sevdir, əl günəş, qalan şey günə baxandır. O əllər mənim ilk məllimim oldu. Torpağı çölbəçöl, dərə-bədərə axıtdı mənə, çayları bəndi-bəndi, bərə-bərə axıtdı mənə. Bugün nə öyrəndin dərsindən bala? Çöp saymaq ata, onda bu külük, bu da ki balta. Çırmala qolunu, boğazda döşdəki yemşan kolunu, sonra da 10 dənə düyünsüz çubuq, 3 aradan çıx. Bugün A hərfi ata, atanın atası, ata bax, ata, atıl aftafanı apar atarxa. Niyə atım ata? Atma, apar, doldur. Bugün nə öyrəndin dərsindən bala? B hərfi ata, onda balamın barmağı baldı, bulaqda baş-başdı, baldırğan baldı, yürü dəstələ. Bugün nə öyrəndiz? D hərfi ata, demək dəryazı döy deyiblər dədə. Mənim çöl əlifbam macqal dilində. O keçdik deməli orağı yağla. C keçdik deməli cütü qulaqla. Nə yaxşı? Əlifba A'dan başlanır, atadan başlanır, anadan başlanır. Güneş yırttı yaxasını, hola görüm hodak balam, nişan öküz yana çəkmə çubuq çəkər budaq balam. Yeri yeri, xışım yeri, enir dağdan qışım yeri, yazmaqdan hey yorulmadım, kağızımdı quşum yeri. Bu torpaq bilə torpaq, dilini bilə torpaq, torpağa kül tökmədin dönəcək külə torpaq. Ola var dədəm alım, dilləndir qədəm alım, qada bala yüklüsən torpağım, qadan alım. Heç bilmirəm bu cavanlar divanəmi? Gül çiçəyi biçməyi də özlərinə ar bilirlər, ömrü boyu çödələsən qutarmayan o bağırsaq dərələri dar bilirlər. Yürürlər şəhərlərə, onun bunun kölgəsində yaşayırlar, bəziləri nə bilim nə daşıyırlar. Uşaqları gedirkən də 10 ildən bir, itlə qurdu seçə bilmir. Arx otlanıb keçə bilmir. Boz qoduğa ceyran desən inanarlar. Çamurluğa bulaq söylə yuyunarlar. İldə bir yol ot biçməyə gedin ol, ildə bir yol zəmi yığın, biçin, küləş yığın, canınıza hava yığın, günəş yığın.
gün düşəndə yuxusundan qalxanları, hələ günə baxmağa da qorxanları ömrü boyu bucağı boş görmüşük. Ömrü boyu ömrünü borc görmüşük. Sən bağ salsan balta olar eləsi. Arvadına yaltaq olar eləsi. Bir qarınçın yalaq olar eləsi. Bir kişiden söz qalıbdı, o deyərdi, kəndli əli, taxma əldi, onu atır, bunu taxır, əllərin dəlləri var, kərənti, bel, yaba, oraq, bunlar bizim babalara dil öyrədib, bu torpağın dilini, onun çətin, ağır dilini, bu torpağın der dilini öyrədib, al dilini öyrədib, aydın, təmiz, lal dilini öyrədib. Çox dindi, savaddılar, çox. Maşallah, qəzet kitab oxumaqla dağ aşırlar. Hərdən gedib o torpağı öpün bala, kitablara biraz torpaq səpin bala. Götür, oxumağa gedən cavanın cibinə bir ovuç torpaq dök, de ki, sənə çörək verən ata-ananın çörəyi olubdu o cibindəki. Onu sevməyənlər südünü sevməz. Onu sevməyənlər haram tikədir, torpağa əyilən şaha əyilməz, şahın əydiyini torpaq tikədir. Oxumuş cavanlar, bir deyin axı, kimi için yaşayır o dərə, o dağ? Baban 100 il əvvəl çəkdiyi arxın uçan dəhnəsini kim toxuyacaq? O çiğni sənəyli fağır sonanın həsrət gözlərini kim oxuyacaq? Sevməyin özü də bir bacarıqdır. Nə böyük hünərli bir qızı sevmək, o çayın, çəmənin, suyun, binənin bir dəli məcnun olasan gərək. Yurdumuz tanınmır dünyada hələ, indi siz tanıdın o yurdu, dağı, bir daşın qulpundan yapışdı hələ. Neymiş bir kəndin şəhər olmağı? Səslə bu qüdrətə qanıb duyanı, ucalıq bir ata mülkündü oğul, kiçik bir kəndəndə bütün dünyanı heyrətə getirmək mümkündür oğul. Ben indi sizə tələffüz verirəm. Yəni ki, nəfəs genişliyi demək istəyirəm. İndi Məmməd müəllimin mən bir sıra şeirlərini oxudum. Adam doymur bu şeirlərdən. Bugün bayağı ben size dedim, Mehmet Aras görüşüdür, Lora Hanım'ın görüşüdür, Rasim Balayev'in görüşüdür. Yani ki bu günleri sözümüz demeye sözümüz, söhbətimiz çoxdur. Təklikdə bunların, bu yoldaşların, bu adların təklikdə görüşü dünü gün danışsan qutarmaz. İndi bugün xoşbəxtlikdən üçü gəlib bizim görüşümüzə, bizim üç qüdrətli sənətkarımız gəlib bizim görüşümüzə. Tələbəlik illərimizin Rasim Balayev yadigarıdır. Rasim'in gəlişi özü bizim üçün xoşdur, bizim nəslimimizdir, bizim babəkimizdir, bizim hamsı beyləyimizdir. Buyursun görək Rasim. Düzü mən bugünkü məclisin olmağından xəbərim yox idi. Mən saat 3'də başqa bir kollektivlə görüşə dəvət olunmuşdum və eşitdim ki, mənim pərəstiş elədiyim Məmməd Arazın burada görüşü var. Mən bir tamaşaçı kimi gəldim. Sadəcə olaraq hörmət əlaməti olaraq məni burada oturdurdular, mən zalda oturmalıydım, bir tamaşaçı kimi. Çünki belə bir böyük şairin tamaşaçısı olmaq özü də xoşbəxtlikdir. Mən özümü xoşbəxt hesab edirəm.
və alqış o xalqa ki, belə bir şair oğlu var. Fəxr eləyirik hamımız. Mən şəxsən özümü Məmməd Arazın müasiri olduğum üçün xoşbəxt hesab edirəm. Onunla şəxsən vaxtı ilə böyük şairlərimizlə oturub duran adamlar necə fəxrlə, xoşbəxtliklə danışırlarsa, lap elə bu yaxınlarda rəhmətli Səməd Vurğunla xatirələr, oturub söhbət edən adamlar özün xoşbəxt hesab edirlər. Mən şəxsən Məmməd Arazla tanışdığımı, oturub durmağımı özümə böyük fəxarət hesab edirəm. Və bugün, bilmirəm, böyük şairimiz yəqin ki, məni bağışlayar. Mən Nəsimidən bir kəlmə deyərəm. Mən elə gəlir ki, bu Məmməd Araza da xoş təsir eləyər. Çünki bilirəm ki, Nəsimini hamımız sevirik. O bizim böyük klassik şairimizdir. Və istərdim ki, bugün onu müasir Füzulimiz, Nəsimimiz Məmməd Arazın huzurunda Nəsimidən bir qəzəl söyləyeyim. Üzünü məndən nihan etmək dilərsin, etmə ki. Gözlərim yaşın rəvan etmək dilərsin, etmə ki. Canımı vəslin şərabından ayırdın ey gözüm, eynimi gövhər fəşan etmək dilərsin, etmə ki. Yandırırsan könlüm eşqində, məlum oldu kim, ani rüsvayı cahan etmək dilərsin. Çünkü eşkin məskənidir könlümün viranəsi, həsrətanı məkan etmək dilərsin, etmə gel. Çün yəqin bildi Nəsimi eşkini oldu qəni, ol yəqini sən güman etmək dilərsin. Söz var, qəlbə yol açmayan adi bir səs, quru nəfəs. Səs də var ki, sözün deyə bilmədiyi sözü deyir. Elə səsin özü şeir, sözü şeir. Bugün özü şeir, sözü şeir, gözəlimiz Flora xanım bizim qonağımızdır. Çok sağ olun. Nazim Kamarlinski, Reygalar. Sen gelende uzaklaşır, bu geliş göresen saadetlidir. Neçin
Gecenin kucağına tenhalığın sığındı. Üşüyen gece oldu, soğuk geldim ısındı. Gecenin kucağına tenhalığın sığındı. Üşüyen gece oldu, soğuk geldim ısındı. Nece nece diksindir Özel kucağında Gece niye diksindir Özel kucağında
Elnarə balamız indi Məmməd əmisinin bir şeirini demək istəyir. Kəklik, nə çəkirsən narın, yenə daşdan daşa kəklik. Könlüm istər nəğmə kimi, bircə nəğmə qoşa kəklik. Sinən altı sal qırmızı, ayaqların al qırmızı, dimdiyində xal qırmızı, yanır qoşa kəklik. Niyə təksən danış əzəl, dağlar qızı xallı gözəl, bir vəfalı yar ilə gəl, bırak ömrü başa kəklik. Dağlar qoynu çiçək, mən gedirəm getmir ürək, uç Məmmədin xəyal tək, bu dağlarda yaşa kəklik. Elnurə balamız da Məmməd əmsi də deyir ki, və bütün zalda oturan çocuklara, hələ ağlı söz kəsməyən, ancaq şeiri ana südü kimi əmən bizim körpələrimizə, balalarımıza Məmməd əmsi mənim adımdan deyir ki, bugün bir düzəndən keçirdi yolum, küləkdi bələdçim, qumdu sağ solum. Arıq bir dəviyə gözüm ilişdi, nənəmin nağılı yadıma düşdü. Nənəm deyirdi ki, zaman gələcək, bütün insanlara iman gələcək. Hər sözdən, kəlamdan şəkər süzəcək, hər gözdən, baxışdan gövhər süzəcək. Bitəcək düzlərdə süd ağacları, bitəcək düzlərdə söz ağacları. Qızıl yumurtalar qatar baqatar, qızıl xoruzların banında apar. Nənəm deyərdi ki, zaman gələcək, ulduzlar özləri qonaq gələcək. Hansını istəsən, seçərsən onda. Nənəmin bu şirin nağıllarında nə isə, nə vaxtsa gələrdi elə. Bəs nə vaxt söyləsəm gülərdi elə. Deyərdi, nə vaxtsa qum göyərəcək, dəvənin quyruğu yerə dəyəcək, bütün arzusuna yetəcək insan. Elə o vaxtdan küləklər belə ki sovurur qumu, belə ki kəsilir dəvə hulqumu, dünyada nə qumluq, nə dəvə qalar, nə də ki, nəniyə inanan bir nəvə qalar. Leyləklərin çöp yuvası boş qalıb, bahar gedib, payız gəlib, qış qalıb, ocaq yanıb, göy çəməndə daş qalıb, bu dünyanın qara daşı göyərməz. Musa Yağub deyir bu şeiri və Məmməd Araz cavab verir. Musa Yağub, gözü yolda Təbrizin, gözlərinin qara yaşı göyərdi. Göyərmədi istədiyi bircə dən, Savalanın qara daşı göyərdi. Bu dünyanı hörümçəkdən almışıq, ilməsini kim attı bu yanlışın? Dedim bari düz toxuyaq qalmışı, önümdəcə neçə naşı göyərdi. Kim işığı ürəklərə doğrayar, kim işığı ürəklərdən oğrayar, kim yalanı calaq vurdu doğruya, hər şivindən oğrubaşı göyərdi.
Mən Arazda şaxələnən çinardım. Ömrü boyu tufan əydim, su yardım. Xətainin qılıncını suvardım. Məmməd Araz karandaşı göyərdi. Ey daşlaşan, torpaqlaşan ulu babam, bugünümdən dünənimə uzaqlaşan ulu babam, küləkləşən, dumanlaşan ruhunla sən ayağa dur. Səninliyəm, əl yetməyən, səs getməyən qədim tarix dərəsindən səs ver mənim səsimə sən. Sənə gələn, səndən ötən neydi belə? Səndən ötüb, qardaşına dəydi belə. Bununla mı neçə kərə ata, oğul, qardaş hissi haçalandı, bir şəhərin 5 qardaşın xanlığına parçalandı. Bununla mı bitti bizim dilimizin, sənin, mənim qabarı da? Bununla mı bitti bizim dilimizin, haralısan damarı da? Səninliyəm ulu babam, bu məsələ kimdi yazan? Hansı soysuz ataydı ataların imzasını çəkib ona mühür basan? Adınızı dastanlardan oğrayaram, ruhunuzu qıyma doğrayaram ey xan Eyvaz. Qara çoban, dəri domrul ey xan Eyvaz, Giziroğlu Mustafa bəy, əgər ki siz bu məsələ qol çəktiniz. Sonra hansınızsa xalqa gələn bir qəzadan öz başını yana əydi. O qəza bir topa dönüb Səttar xanın